Bu sual çox ciddi bir sualdır ki, uzun illərdir ki, bütün hamını düşündürür. Həmin bizim bəylər də o prosesi yaşaya bilərlər. Bu fizioloji olaraq belədir və bunun qarşısını almaq mümkün deyildir əslində. Həmin şəxslər sidiyə çıxmaqda çətinlik çəkməsinlər. Mən bizim izləyicilərə salamlayıram və bugün danışacağım mövzu mənə çox vaxt verilən suallar içərisində üstünlük təşkil edir və bizim bəylər, bizim dostlarımız soruşurlar, maraqlanırlar ki, prostat vəzi nəyə görə böyüyür və nəyə görə sonra belə problemlər yaradır bizdə. Yəni ki, onlar sidiyə çıxmaqda çətinlik çəkirlər, sidiyə tez-tez çıxma, gecə vaxtı sidiyə çıxma, sidiyə qırıq-qırıq çıxma kimi hallar yaşayırlar. Məhz buna görə onlar narahat olurlar ki, bəs nəyə görə prostat vəzi böyüyür? Bu sual çox ciddi bir sualdır ki, uzun illərdir ki, bütün hamını düşündürür, hamını maraqlandırır. Amma bunun cavabı çox sadədir. Bu ondan ibarətdir ki, fizioloji olaraq 40 yaşından, 45 yaşından sonra prostat vəzinin ölçüləri böyüməyə başlayır. Bu da onunla əlaqədardır ki, orqanizmdə testosteron konsentrasiyası get-gedə aşağı düşür və dihidrotestosteronun konsentrasiyası artır. Bu fizioloji olaraq belədir və bunun qarşısını almaq mümkün deyildir əslində. Amma bir şey demək istəyirəm ki, bu proses baş verdikdən sonra ilk addımlar atmaq lazımdır ki, prostat vəzi daha çox böyüyüb, sidik kanalının mənfəzini daraltmasın ki, həmin şəxslər sidiyə çıxmaqda çətinlik çəkməsinlər. Digər tərəfdən prostat vəzinin böyüməsinə səbəb olan amillərin içərisində həmin şəxsin keçirdiyi cinsi infeksiyalar, xroniki prostatit, bundan başqa sidik cinsiyyət sisteminin digər xəstəlikləri də prostat vəzinin böyüməsinə gətirib çıxara bilər. Bir də onu demək istəyirəm ki, genetik olaraq həmin şəxslərin valideynlərində, yəni ki, onların atalarında və babalarında da əgər prostat vəzinin böyüməsi varsa, yəni prostat vəzinin adenoması, həmin bizim bəylər də o prosesi yaşaya bilərlər. Yəni onlarda da prostat vəzinin böyüməsi, adenoması ola bilər. Bunlar hamısı fizioloji proseslərdir. Amma digər tərəfdən metabolik dəyişikliklər zamanı da, yəni ki, orqanizmdə həddən artıq çəkinin toplanması və eyni zamanda şəkərli diabet kimi xəstəliklərdə də biz prostat vəzinin böyüməsinin şahidi oluruq. Məhz bu nöqteyi nəzərdən belə hallar baş verdikdə, daha doğrusu artıq 40-45 yaşa qədər olan devirdə prostat vəzi nəzarəti götürülməlidir. İldə bir dəfə ultrasəs müayinəsi olunmalıdır ki, profilaktik olaraq biz böyümənin qarşısını ala bilək. Düzdür, biz böyümənin tam qarşısını ala bilmirik, çünki artıq prostat vəzi müəyyən qədər böyüyür. Ancaq sonraki devirdə bu hiperplaziya böyüyüb adenomaya çevrilməsin və tam adenomanın kritik mərhələsinə gəlib çatmasın deyən biz təbii ki, bunun qarşısını alacaq müəyyən profilaktik addımları atmalıyıq. Buna görə də demək istəyirəm ki, əgər bizim 40-45 yaşında olan bəylərimiz və yaxud da ki 50 yaş, 55 yaşında olan bizim bəylərimizdə artıq sidiyə çıxanda narahatçılıq, tez-tez sidiyə çıxma, qırıq-qırıq sidiyə çıxma, gecə vaxtı sidiyə durma halları baş verirsə, bunun vaxtında qarşısını almaq üçün mütləq mütəxəssisə müraciət etmək lazımdır.